إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله عما بعد. İlk önce Ramazanın gəlişiyle sizin hər birinizi təbrik edirəm. Necə ki Allah Resulü sallallahu aleyhi ve sellem deyərdi ki, "Ətəkum şəhru Ramazan, şəhru mübarək." Sizə yəni bərəkətli Ramazan ayı gəlir. Bərəkətli Ramazan ayı gəlir. Deməli Allah Resulü sallallahu aleyhi ve sellem Ramazan ayının gəlişiyle sahabələrini təbrikləyərdi. Və Ramazan ayı da yəni bildiğiniz kimi yani elə bir aydır ki o ayda Kur'an yani indirilib insanları doğru yola yönetmek için ve həmçinin bu ayın özünə məxsus xüsusiyyətləri var. Yani Allah Teala bu Ramazan ayını başka aylardan bir neçə xüsusiyyətlərlə, bir neçə fəzilətlərlə üstün edib. Onlardan bir de odur ki oruç tutanın ağzından gelen iyi Allah katında miskindən daha yaxşıdır. Həmçinin mələklərin oruç tutanlar üçün bağışlanma diləmələri hətta oruçlarını açana qədər. Ve həmçinin azğın şeytanların zincirə vurulması ve azmış cinlerin həmçinin zincirə vurulması. Ve həmçinin bu ay elə bir aydır ki, yani cennet kapıları bu ayda açılır ve cehennem kapıları bu ayda bağlanılır. Ve həmçinin bu ay elə bir aydır ki, bu ayda yani Qədir gecesi var. O gece 1000 aydan daha xeyirlidir. Ve kim onun xeyrindən məhrum olarsa bütün xeyirdən məhrum olar. Ve həmçinin oruç tutanlar üçün yani Ramazan ayının yani axırıncı gecesini Allah Teala onları bağışlayar. Ve həmçinin bu ayda Allah Subhanahu Teala bu Ramazan ayında her gece cehennemden insanları azad edir. Umumən bu ayın xüsusiyyətlərindən de yani biri odur ki bu ayda oruç bu ayda fərz edilib. Yani oruç bu ayda fərz edilib. Ve Peygamber sallallahu aleyhi ve sellem de diyor ki Allah Teala buyurdu ki yani Adem evladının her bir əməli onun üçündür. Her bir əməlinə ettiği o bir yaxşılığa göre yani ondan 700'e kadar ona savab yazılar. Ve Allah Teala buyurdu ki orucdan başka. Oruc benim üçündür, ben onun mükafatını ben veririm. Çünkü o öz istəyini, yeməsini, içməsini benim üçün tərk elədi. Benim üçün tərk elədi. Ona göre de Allah Teala mükafatını ona hədsiz, məhdudsiz verdi. Ve həmçinin Peygamber sallallahu aleyhi ve sellem buyurur ki men sama Ramazana imanen ve ihtisaben غُفِرْ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ. Kim Ramazan orucunu imanla ve savabını Allah'tan umarak tutarsa onun geçmiş günahları yani bağışlanırlar. Ve şək yoktur ki bu değil əzəmətli bir savabdır. Yani kim için təkcə yemeği, içmeyi terk eden adam için yok. Yani Peygamber sallallahu aleyhi ve sellem dediği kimi onun yani gözü de, onun yani dili de, onun kulağı da oruç tutarsın. Necə ki Peygamber sallallahu aleyhi ve sellem buyurur ki yani kim pis söz söylemeyi terk etmezse, pis əməl etmeyi terk etmezse Allah Teala onun yemesini, içmesini terk etmesine ihtiyacı yoktur. Hadis Bukhari'de geçir. Hadis Bukhari'de geçir. İkinci, bu Ramazan ayında kıyam var. Peygamber sallallahu aleyhi ve sellem buyuruyor ki men sama Ramazan'dan imanen ve ihtisaben gufre lehu ma taqaddem min zambi. Kim yani Ramazan'ın kıyamını imanla ve savabını Allah'tan umarak geçirerse ve onun geçmiş günahları bağışlanırlar. Hadis Bukhari Müslim'de geçir. Ben savabını imanla ve savabını umarak. Yani ne demektir? Kim Ramazan yani ki Ramazan kıyamını savabını Allah'tan umarak ve həmçinin imanla ve savabını umarak. Yani savab gözləyir, əcr gözləyir. Yani bu əməli ilə. Bu niyetle qiyam-ı leylini Qiyam-ı Leyl'de keçirsə onun keçmiş günahları bağışlanırlar. Ve həmçinin Allah Teala
Yani onlar hakkında buyurur ki ve ibadur rahmanellezine yemşuna alel ardı havnen ve izâ khâtebehum cahilûne kâlû selâme. Rahman'ın kulları o keslerdiler ki yer üzerinde tevazükar halinde gezerler ve cahiller onlara yani hitap ettikte herhangi bir sözü attıkta onlar derler ki size salam olsun. وَالَّذ۪ينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا. Onlar o keslerdi ki Allah Teala Rahman'ın kullarını burada yine vesfedip onlar o keslerdiler ki Rableri için yani geceni secdelerde kıyamda geçirerler. Ve artık deyir ki yani kıyam-ı leyl Peygamber sallallahu aleyhi ve sellemin ve hemçinin onun sahabelerin yolundan idi. Ayşe radıyallahu anh'a diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem kıyam-ı leylini terk etmezdi. Allah Resulü sallallahu aleyhi ve sellem kıyam-ı leylini terk etmezdi. Hatta hastelendikte, hatta yani yoruldukta yani onu oturduğu halde kılardı. Ömer ibn Hattab radıyallahu anhu yani gece namazlarını kılardı. Hatta gecenin yarısı yani ailesini o namaz için kaldırardı. Ve Allah Teala bu ayetini okuyardı ki ve amur ehleke bis salat. Yani ehliga namazı emret. Ehliga namazı emret. Ve hemçinin ayette geçir ki Allah Teala buyuruyor ki nahnu nerzuka vel afiyetu vel akibetu lit takva. Yani biz yani seni ruzlendiririk ve akıbet ise takvadadır. Sonluq, akıbet yani takvadadır. Ve hemçinin bu sahabelerin yani halıydı. Burada dikkat ettirilesi bir şey var. Bir Müslüman kardeşim sana lazımdır ki hatta teravihleri ki imamla birlikte tamamlayasan. Çünkü dir ki o gece namazlarını kılanlardan adın yazılması için. Peygamber sallallahu aleyhi ve sellem buyurur ki men kâme ma'a imanihi hatta yunsaraf kutibe lehu kıyamul leyli. Yani kim imamla birlikte namazını bitirerse yani namazını bitirirse kutibe lehu kıyamul leyli. Bütün gece yani kıyamul leyli yani gece namazlarını kılmış kim ona savab yazılar. Hemçinin bu ay öyle bir aydı ki bu ayda sedeke var. Allah Resulü sallallahu aleyhi ve sellem deyir, umumen insanların en cömertiydi. Ramazanda daha da cömert olardı. Hatta deyir, yani o serin küləkdən, serin yani o küləkdən de Allah Resulü sallallahu aleyhi ve sellem o yani hayırlı gelen serin küləkdən de daha çok cömert olardı. Ve hemçinin Peygamber sallallahu aleyhi ve sellem buyurur ki efdalu sadakatu fi Ramazan. Yani en faziletli sedeke Ramazan ayında verilen sedekedir. Ve hemçinin bu ay öyle bir aydı ki selefler bu ayda insanları yedirerdiler. Diyecek ki Allah Teala Kur'an-ı Kerim'de buyurur ki وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا. Onlar der ki yani öz sevdiği yemeklerinden miskin için, yetim için, esirler için yedirerdiler. Ve sonra diyerler ki اِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللّٰهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا. Yani biz buyla yalnız Allah'ın razılığı, sizi yalnız Allah'ın razılığına göre yediririk. Ne sizden buna göre mükafat gözleyirik, ne de ki sizden buna göre bir teşekkür gözleyirik. Yani bu onların tarikasıydı, onların yoluydu. Artık diye salih seleflerimiz, yani insanlara yemek yedirmeye herisiydiler. Ve hemçinin diyor ki, yani o yemek yedirmeyi ibadetler içerisinde öne geçirerdiler. İstediği yedirdikleri adam ac olsun, istediği yedirdiği adam salih bir insan olsun, onlara da yedirerdiler. Çünkü diyor, Ramazanda yedirmek kasıblığa bakmır. Yani şart değil ki kasıb olsun. Sen hatta salih insanı da yani yedirebilirsen. Diyecek ki Peygamber sallallahu aleyhi ve sellem buyurur ki ya eyyühennâc efsus selam. Ey insanlar salamı yayın, yemek yedirin, kohulluq əlaqəsini gücləndirin ve insanlar yatarken gece namazlarını kılın. Tedhulu el cennete bis selam. Ve sebebini de Peygamber dedi ki ve salamatçılıkla cennete dahil olmağını düşün. Şeyh Albani hədisi səhihləşdiribdir. Deməli bu əməllər insanın cennete girmesi için bir sebepdir. Salamı yayın, yemek yedirin, kohumluq əlaqəsini gücləndirin ve insanlar yatarken gece namazını kılın. Ve hemçinin yemek yedirmek yani əzəbətli bir ibadetlerdendir. Kardeşler arasında sevgi yaradan yani əməllərdendir ve hemçinin cennete girmek için bir sebeptir. Peygamber sallallahu aleyhi ve sellem buyuruyor ki la tedhulul cennete. Siz ki cennete girmezsiniz hatta tu'minu, hatta iman getirene kadar. Ve la tu'minu hatta tehabbu. İman getirmiş sayılmazsınız hatta birbirinizi sevene kadar.
Deməli, insan bir-birini sevməlidir ki, iman gətirsin. İman gətirməlidir ki, cənnətə girsin. Peyğəmbər s.ə.v bunlar bir-birinə bağlıdır. Peyğəmbər s.ə.v dedi ki, iman gətirməyincəyə qədər cənnətə girməzsiniz. Bir-birinizi sevməyincəyə qədər iman gətirməzsiniz. İman gətirmiş sayılmaz, yəni kamil iman. İnsanın da birbaşa cənnətə girməsi üçün kamil imana ehtiyacı var. Kamil imana ehtiyacı var. Və həmçinin bu ayda sələflərin çox etdiyi əməllərdən də biri oydu ki, yəni oruç tutanlara iftar verərdilər, yedirərdilər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən fattara saimən, kim bir oruç tutana iftar verərsə, oruç tutana iftar kânə ləhu, yəni mitlə əcrihi qeyri ənəhu lə yənqusu min əclis saimi şeyun. Deyir ki, oruç tutmuş əcri kimi, savabı kimi əcir qazanmış olar. Oruç tutan əcrindən heç bir şey azalmadan. Və həmçinin Peyğəmbər s.ə.v başqa hədisdə deyir ki, kim bir oruç tutana iftar verərsə, Allah Teala onun günahlarını bağışlayar. Və həmçinin onu deyir, cəhənnəm əzabından qoruyar. Və həmçinin ona deyir ki, yəni oruç tutanın əcri qədər savab yazılar. Həmçinin bu ay elə bir aydır ki, Ramazan ayı, bu ayda Qur'an oxumağı çoxaltmaq, oyla məşğul olmaq. Yəni Qur'an oxumağı çoxaltmaq, sələflərin deyir ki, bu ayda əsas sələflər iki şeyə fikir verərdilər. Birincisi deyir, çox Qur'an oxuyardılar. İkincisi deyir ki, Qur'an oxuduqları zaman, onu eşitdikləri zaman, yəni ağlayardılar. Yəni onlar deyir, Qur'an oxuyardılar. Yəni birinci bunu şey açıqlayır. Deyir ki, çünki deyir, Ramazan ayı, yəni Qur'an ayıdır. Ramazan ayı, Qur'an ayıdır. Ona görə lazımdır ki, müsəlman qul, yəni Qur'an oxumağını çoxaltsın. Çünki deyir, artıq sələflərimiz, yəni bu ayda xüsusən də Allahın kitabından yapışardılar. Hətta Cəbrail əleyhissalam, Peyğəmbər sallallahu aleyhi və səlləm Qur'anı Ramazanda Cəbrail əleyhissalama təhvil verərdi. Və Osman ibn Affan radiyallahu anhu, yəni Ramazan ayında deyir ki, yəni hər gün, axırıncı 10 gündə hər gün Qur'anı xətm edərdi. Yəni, bəzi sələflərimiz deyir ki, yəni Ramazanın, yəni hər Ramazanın qiyamında 3 gündən bir Qur'anı xətm edərdilər. Bəzi sələflər isə Qatədə rahimehullah, sələflər deyir, hər həftə Qur'anı yəni, xətm edərdilər. Bəziləri isə 10 gündən bir xətm edərdilər. Və həmçinin deyir ki, Qur'anı həm namazda, həm namazdan xaricdə Qur'anı xətm edərdilər. Şafi rahimehullah deyir, Ramazanda yəni 60 Qur'an xətm edərdi. Hətta o 60 Qur'an xətm etdiği o Qur'an namazın xaricində olardı. Qatədə rahimehullah hər həftə deyir, daimi olaraq Qur'an xətm edərdi. Ramazanda deyir, 3 gündən bir xətm edərdi. Ramazanın axırıncı deyir, 10 günündə yəni hər gün xətm edərdi. Zuhir rahimehullah deyir, Ramazan ayı daxil olduqda hədis oxumaqdan, elm məclislərindən qaçardı. Və deyir, ancaq Qur'an oxumağa, özdə Qur'anın özündən, mushafdan Qur'an oxumağa yönələrdi. Sufyan-ı Sövr rahimehullah deyir, Ramazan ayı daxil olduqda bütün ibadətləri tərk edərdi, Qur'an oxumağa yönələrdi. İbn Rəcəb də rahimehullah deyir ki, yəni 3 gündən az Qur'an oxumaq barəsindəki qadağan o fəzilətli vaxtlara aid deyil. Çünki sələflərdən əsərlər gəlir. Nəyə görə bunu deyir? Çünki Allah Resulü sallallahu aleyhi və səlləm 3 gündən tez Qur'anı oxumağı sahabəyə qadağan etdi. Deyir ki, bu qadağan Ramazan ayına aid deyil. Ramazan ayının axırıncı 10 günlərində sələflər deyir ki, çox Qur'an. Hətta gəlib ki, Osman ibn Affandan, radiyallahu anhudan, yəni hər gecə Qur'anı xətm edərdi. Qatədə rahimehullah hər, yəni 2 gündən bir Qur'anı xətm edərdi, axırıncı 10 gündə. Və Şafi rahimehullah, yəni 60 Qur'an çıxardı. Bu da onu göstərir ki, yəni hər gün 2 Qur'an çıxıb. Hər gün 2 Qur'an çıxıb. Həmçinin yəni sələflər ikinci nəyə fikir verərdilər? Bu ayda deyir ki, Qur'an oxuyarkən ağlayardılar. Yəni sələflərin deyir ki, yəni bu yollarından idi ki, onlar Allahın kəlamını oxuyanda təsirlənərdilər. Deyir ki, onların qəlbləri hərəkətə keçərdi. Yəni Abdullah bin Məsud radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm bir günü mənə dedi ki, deyir ki, Qur'an oxu. Dedim ki, ey Allahın Resulü, Qur'an sənə nazil olduğu halda mən mi sənə Qur'an oxuyum? Peyğəmbər s.ə.v dedi ki, mən Qur'anı başqasından oxumağı daha çox istəyirəm, sevirəm. Və deyir, mən Nisə surəsini oxudum.
Geldim hatta bu ayeye çattım. Fekeyfe izâ ci'nâ min kulli ummetin bi şehidin ve ci'nâ bike alâ haulâ şehîdâ. Necə olacaq? Yani biz her ümmete özlerinden bir şahit olarak getirdiğimizde ve seni de o peygamberlere bir numune olarak şahit getirdiğimizde o necə olacaq? Bunda Peygamber sallallahu aleyhi ve sellem diyor ki hasbu, kifayet eli, bəsli, saxla. Ve diye çevrildim ve Allah Resulü sallallahu aleyhi ve sellemin gözlerinin yaşardığını ve gözlerinden yaş aktığını gördüm. Ve hemşinin Necm suresini Peygamber sallallahu aleyhi ve sellem yani okuyanda ve tethakune ve la tebkun. Yani onlar diyor ki gülerler ve ağlamazlar. Ve diyor suffe ehli bu ayəni eşidəndə ağlamaya başladı. Hatta onların deyir ki gözlerinden akan yaşlar onların yanaklarına töküldü. Allah Resulü sallallahu aleyhi ve sellem onların ağlamak iniltisini eşittiği zaman onlarla beraber ağladı ve diyor Allah Resulü sallallahu aleyhi ve sellem yanında yani biz de onun yanında onunla biz de diyor Allah Resulü sallallahu aleyhi ve sellemin ağlamağıyla ağladık. Ve hemşin Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki la yelecun nar men beke min haşyetillah. Allah korkusundan gözyaşı töken insana cehennem dokunmaz. Allah korkusundan gözyaşı töken kese cehennem odu dokunmaz. Ve hemşinin diyor ki İbn Ömer radıyallahu anh Mutaffifin surasını okuyor gelir hatta bu ayeye çatır. Yevme yekumun nas li rabbil alemin. O gün insanlar alemlerin Rabbi için kalkacaklar. Ve diyor ki ağlayır. Hatta özünden gelir. Ve ondan sonra diyor ki okumağına devam eləmir. Rahatını saxlayır. Ve hemşinin diyor ki Muzahim ibn Zufur rahimehullah diyor ki Sufyan ibn Sovri rahimehullah bize mağrib namazını kıldırdı. Hatta bu ayəni oxuyanda İyyəkə nə'budu və İyyəkə nəstə'in gəlib bu ayəyə çatanda yenə ağladı və qiraətini saxladı və sonra yenidən yəni əlhəmdən başladı, baştan başladı. Bu yəni sələflərin halıydı. Həmçinin onlar deyir Ramazanda yəni məsciddə gün çıxana qədər oturardılar. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm yəni xüsusən də Ramazan ayında yani fecr namazını cemaatla kıldıktan sonra yani mescitte gün çıkana kadar oturardı. Ve hemçinin Peygamber sallallahu aleyhi ve sellem Enes'ten gelen rivayette buyurur ki men sallel fecre fi cemaatin thumme qa'ada yadhkurullah hatta tetlu'a şems thumme salle rak'ateyni kânet lehu ke ecri haccin yani ve umretin tâmen. Şeyh Albani sayılaştırdı. Kim deyir fecr namazını cemaatla kılarsa ve sonra Allah'ı zikir etmek için oturarsa ve hatta diyor güneş çıkana kadar oturup ve sonra kalkıp 2 rükût namaz kılarsa yani Allah Teala ona tam 3 defa yani kamil ona həccin ümrənin savabını verer. Şeyh Albani səhihləşir. Yani eğer diyor bu umumi günlerde belədirsə Ramazan günlərində necə? Eğer bu umumi günlerde beləydisə Allah Resulü sallallahu aleyhi ve sellem umumi günlerde de oturardı. Lakin Ramazan ayında daha çok oturardı. Ve hemşinin bu ayda yani bu ayın fəzilətlerinden de biri odur ki bu ayda olunan ümre başka aylarda olunan ümre kimi değil. Çünkü Peygamber sallallahu aleyhi ve sellem'den sabit olur ki Peygamber sallallahu aleyhi ve sellem buyurur ki umretun fi Ramazan ta'dul hac. Ramazan ayında ümre etmek həcce beraberdir. Bukhari Müslim'de. Başka rivayette ise diyor ki gelen rivayette Müslim rivayetinde diyor ki yani kim Ramazan ayında ümre ederse menden həcc etmiş kimidir. Kim Ramazan ayında ümre ederse menden həcc etmiş kimidir. Ve hemşinin bu ayda yani Qədir gecesini aktarmak var. Yani vallahi bu yani elə bir nimettir ki yani çünkü bunun değeri yani çok büyüktür. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki inne enzelnahu fi leyletil kadr. Yani biz Kur'an'ı Kadir gecesinde indirdik. Ve ma edrake ma leyletul kadr. Sen ne bilirsen ki Kadir gecesi nedir? Leyletul kadr hayrun min elfi şehr. Kadir gecesi 1000 aydan daha hayırlıdır. 1000 aydan daha hayırlıdır. Hem için Peygamber sallallahu aleyhi ve sellem buyurur ki men kâme leyletel kadr imanen ve ihtisaben
Gufre lehu ma taqaddem min zembi. Kim Qədir gecəsini, Qədir gecəsini, yəni Leylətul Qadr, yəni imanla və savabını Allahdan umaraq keçirərsə, onun keçmiş günahları bağışlanlar. Peyğəmbər sallallahu aleyhi və səlləm ona görə Qədir gecəsini yəni axtarardı. Və həmçinin sahabələrinə Qədir gecəsini axtarmağa, Qədir gecəsinin yəni 10 günlərində ayıq qalmağa onlara təşviq edərdi. Və xüsusən də tək gecələrində. Ümumi də deyib Allah Resulü sallallahu aleyhi və səlləm ki, Qədir gecələrini Ramazan ayının axırıncı 10 günündə axtarın. Bu ümumi ləfzdə gəlib. Başqa ləfzdə gəlib ki, Qədir gecələrini Ramazan ayının axırıncı 10 gününün tək günlərində axtarın deyə belə bir ləfz də gəlib. Və həmçinin Ramazan ayının axırıncı 10 günündə, yəni o Qədir gecəsində həmçinin sünnələrdəndir ki, bu duanı eləmək. Necə ki, Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləmə yəni deyir ki, ey Allahın Resulü, mən yəni o Qədir gecəsindən müvəffəq olsam nə edim? Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, denən ki, innəkə afuvun tuhibbul afə fa'fu anni. Allahım, həqiqətən sən bağışlayansan, bağışlamaq sevirsən, yəni məni bağışla. Bir rivayətdə də gəlir ki, innəkə afuvun, yəni kərimun. Kərimun ləfsi zəifdir. Kərimun ləfsi zəifdir. Amma bu ləfs səhihdir. Həqiqətən sən bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla. Allah Resulü sallallahu aleyhi və səlləm Ayşə radiyallahu anhə deyir ki, sən o gecəyə müvəffəq olsan, yəni əlamətlərini hiss eləsən, bu duanı elə. Bunu tövsiyə etdi. Və həmçinin bu Ramazan ayında olunan əməllərdən də, yəni çox olunan əməllərdən də biri çoxlu zikr etmək, çoxlu dua etmək, çoxlu istiğfar etmək. Yəni, çünki bu fürsətdir. Yəni gecənin axırında 1/3-də Allah Subhanahu taala dünya səmasına enilir. Bu ümumən, yəni Ramazandan, qeyri-Ramazandan Allah Teala dünya səmasına iner. Deyər ki, hanı məndən istəyən? Məndən istəyən varmı? Ona verim. Məndən bağışlanma diləyən varmı ki, onu bağışlayayım? Əgər bu, yəni başqa günlərə aid Ramazanda min bəbul əvlə. Ramazanın yəni, axırıncı 10 günündə xüsusən gecənin 1/3-də Allah Teala dünya səmasına iner və deyər ki, hanı məndən istəyən varmı ki, onun istədiyini ona verim? Bağışlanma diləyən varmı ki, onu bağışlayayım? Və həmçinin səhərə yaxın, yəni sahur vaxtı, yəni səhər namazına az qalmış istiğfar eləmək. Çünki Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Və bil əsharihum yestəğfirun." Onlar səhər çağına, yəni səhər namazına az qalmış 5 dəqiqə, 10 dəqiqə yəni istiğfar edərlər, bağışlanma diləyərlər. Bu da sələflərin yoluydu. Yəni sələflər yəni bunu edərdilər. Amma deyirsən, ona görə sələflərin yolunu tut. Bizə örnək, yəni Quran, sünnə və sələflərin yoludur. Yəni, sən Ramazanda lağlağa etsən, yəni bil ki, bu Ramazan yəni bir neymətdir. Yəni bu sən Ramazanda, yəni Allah'ı zikr etməkdən üz döndərsən, bil ki, sən Ramazanda köküsü geniş şəkildə Ramazandan ayrılmayacaqsan. Necə ki Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Və men a'rada an zikri fe inne lehu ma'işeten danka fenahşuruhu yevmel kıyameti a'ma." Yəni kim məni anmaqdan üz döndərərsə, biz onun yaşayışını, güzaranını daraldarıq. Və qiyamət günü onu bir kör həşr edərik. Yəni ona görə insan yəni bu aydan istifadə etməlidir. Çünki bu mərasimlər yəni bizim üçün bir neymətdir. Bizim üçün bir xoşbəxtlikdir. Allah Teala bizi bu neymətlərlə neymətləndirir. Həc mərasimləri, oruc mərasimi, yəni bunlar bizim üçün bir nədir? Bir yəni özümüzü islah etmək üçün, yəni Allah'a qayıtmağımız üçün, tövbəni çoxaltmaq üçün, istiğfarı çoxaltmaq üçün və özümüzə çəki düzen vermək üçün yəni ən böyük mərasimdir, ən böyük səbəbdir özümüzü islah eləmək üçün. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi bu Ramazana müvəffəq eləsin. Və eyniliklə Ramazana müvəffəqlə yanaşı bizi bu Ramazanda yəni xeyirlərə müvəffəq eləsin. Çünki çox insanlar var ki, deyirlər ki, Allah'ım bizi Ramazana çatdır. Amma görsən ki, Allah'tan o Ramazanda xeyirlərə müvəffəq olmasını Allah'tan istəmirlər. Çünki insan
yəni xeyirlə yanaşı, o Ramazana çatmaqla yanaşı Allahdan istəməlidir ki, Allahım sən məni Ramazanda xeyirlərə müvəffəq elə. Quran oxumağa, istiğfar eləməyə, tövbə eləməyə, xeyir əməllər etməyə, insanları yedirməyə, iftar verməyə. Bunlar hamısı nədir? Fəzilətli əməllərdir. Yəni insan bu əməllərlə yəni Allahın sevgisini, Allahın razılığını qazanır. Əgər bir insan da Allahın razılığını, sevgisini qazanarsa, yəni Allah onu sevər. Allah onu sevərsə, sən onun gözünü, onun yəni qulağını, onun əlini, onun ayağını qoruyar harama düşməkdən. Onu hətta insanlar onun sözünü qəbul edərlər. Allahın sevgisi. Və həmçinin köksün, yəni sənin açıq olar. Yəni sən fəyal içərisində yaşayarsan. Rahat olarsan. Hətta gələn fitnələr yəni sana təsir etməz. Gələn dünyavi tərəfdən sıxıntılar səni incitməz. Niyə? Çünki sənin qəlbin imanla doludur. Qəlbin imanla doludur. Əgər qəlb imanla dolu olsa, insanın başına gələn o müsibətləri insan vecinə almaz. Niyə? Çünki qəlb rahatdır. Yəni Allah Teala da Quran-ı Kərimdə buyurur ki, yəni mən əmilə yəni salihən min zəkərin əv unsə və hu mu'minun fələnuhyiyənəhu həyatan tayyib. Hər hansı bir kişi ayaq qaldı, iman gətirdiyi halda yaxşı işlər görərsə, biz onu dünya həyatında xoş həyat içərisində yaşadarıq. Yəni xoş həyat bəzən görsən ki, insanlar deyir ki, sıxılırıq. Yəni sıxıntı var. Köksümüz sıxılır, qəlbimiz sıxılır. Yəni sıxılır, istiğfar elə. Salih əməlləri çoxalt. O sənin köksünü açacaq. O sənin köksünü. Necə ki, sahabələrdən biri gəlir Peyğəmbər sallallahu əleyhi və səlləm deyir: "Ey Allahın Rəsulu, yəni mən İslamın ayinləri çoxalıb, mən bunu daşıya bilmirəm." Peyğəmbər sallallahu əleyhi və səlləm sıxılır, köksü sıxılır. Peyğəmbər sallallahu əleyhi və səlləm ona deyir ki, get 100 dəfə elhamdülillahdən, 100 dəfə Allahu Ekberdən, 100 dəfə Subhanallahdan, 100 dəfə la ilahe illallah. Belə baxanda əslində Peyğəmbər sallallahu əleyhi və səlləm belə də çətinləşdirdi. Amma 100 dəfə Subhanallah, 100 dəfə Elhamdülillah, 100 dəfə Allahu Ekber, 100 dəfə La ilahe illallah. Yəni zikir, ibadət səni neyir? İmanını artırır. Sənə ibadətləri yerinə yetirməyə mane olan şey, səni sıxan şey imanın zəifliyidir. Günahlardır. Yəni əgər sən ibadətləri çoxaltsan, o qəlb, yəni o qəlbdəki o nə? Genişlənəcək, köks genişlənəcək. Köks genişlənəndə də əmrlər rahat yerinə yetiriləcək. Qadağanlardan çəkiniləcək. Ona görə də bu qabaqdan Ramazan ayı bizim üçün ən dəyərli bir fürsətdir. Yəni insan Ramazan ayının o fürsətini, Allahın ona verdiyi o neməti dəyərləndirsin. Əgər dəyərləndirməsə, yəni o nemət, yəni dəyərləndirdiyi şəxslərə dəyər verir. Əgər sən onu dəyərləndirməsən, sən ondan o faydanı götürə bilməzsən. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim Ramazanın, yəni qoyaq Qədr gecəsinin, yəni xeyrindən məhrum olarsa, bütün xeyirlərdən məhrum olmuşdur. Bütün xeyirlərdən. Yəni sən xeyir istəyirsənsə, Ramazandan faydalanmalısan. Subhanəkə Allahumma və bihamdik və əşhədu ən la ilahə illallah nəstəğfiruke və